Assalamu aleykum ve rahmetullah ve berekatü. Aziz dostlar, Təngə altında böyük bir mərkəz var. Bu mərkəz haqqında sizlərə bir məlumat vermək istəyirəm. Çox dəhşət bir dərəcədə, bəlkə də Avropa stilli, dünya miqyaslı istirahət zonalarından biridir. Demək olar ki, bura Mail mağarasıdır. Yəqin ki, mən yuxarılara indi çıxmıram. Orada demək bu işlərin ərsəyə gəlməsində bir sahibkarımızın, iş adamının böyük bir əməyi var. Bu da xalqımız üçün, ondan sonra insanların istirahəti üçün atılan addımdır. Bu mağara demək olar keçilməz bir yer idi. Bura gəlib çıxmaq, buranı fəth eləmək hər insanın nəsib olmurdu. Ancaq hal-hazırda demək olar ki, hətta hamilə qadınlar da bax bu mağaranı ziyarət eləyib qaçaq Mail haqqında təsəvvürə malik ola bilirlər və demək olar ki, bu mağaranın daha qədimlərə gedib çıxması və Mail bir şəxsiyyət, Azərbaycanın bir qeyrətli oğlu Rus məmurlarına, Rus qoşunlarına qarşı etiraz edən bir şəxs olubdur. Demək olar ki, bu mağara haqqında digər yazılarda da mən məlumat verəcəyəm şəkillərlə. Demək, əvvəlcə burada keçmiş tarixi dəlillərə sökənərək bax, qaçaq Mail və Mirzəfər Bağırovun demək münasibətləri adicə bu tabloda və digər tablolarda da göstərəcəyəm tədricən. Demək, burada işıq çəkilibdir və demək olar ki, 6-dan sonra bura giriş qadağan olur, çünki qaranlıq olur. Burada insanlar təhlükəsizliyi tam təmin olunur. Çox gözəl bir mənzərədir, həddindən artıq böyük əmək sərf olunubdur və buranın yanğından qorumaq üçün hətta bəzi tövsiyələr verilibdir. Təbiətin qorunması haqqında gözəl tövsiyələr var. Bu çayın həddindən artıq böyük həcmdə suyun getməsi nəticəsində buradan dar demək olar ki, balaca bir yol keçirdi. Nə vaxtsa tarixdən xəbəri olanlar bilir. Şamaxı və Dicah döyüşləri, qaçaq Mailin döyüşlərindən sərf bu tabloda bəhs olunubdur. Onu da ayrıca mən verəcəyəm və demək olar ki, həddindən artıq böyük əmək sərf olunubdur. Mən istəyirəm ki, Azərbaycan xalqının, millətinin bu tarixi məqamlara diqqət yetirmələri və belə bir gözəl bir məkanları ziyarət etmələri hamı üçün hasand olsun və bunu hasadlaşdıran da bir iş adamı var. Ona hər birimiz minnətdarıq. Azərbaycanın qeyrətli oğlu və bu çətin və məşəqqətli işin demək olar ki, öhdəsindən gəlib və bu çətin işi başa gətirib. Növbəti bir yüzbaşı Mail, dostlar və düşmanlar mətni altında bir tablodur. Təngəaltı dərəsi və qaçaq Mailin mağarasının yenidən bərpasının təsəbbüskarı. Allah razı olsun. Allah onun əməyini itirməsin, çünki vətən üçün, el üçün, xalq üçün qoyulan bu sərmayələr itmir. Bu tarixi anları yad etmək və tarixi anların, tarixi məqamların insanlar arasında yaşanması üçün vacib şərtlərdən biridir. Bildiyiniz kimi, göstərdiyim kimi, bura çayın üstündən keçərək həmin bu mağaraya qalxmaq yerin, mən yuxarıdan başladım çəkməyə. Gözəl bir məkandır, həm də istirahət. Demək, belə bir gözəl bir mənzərə və bir iş görülübdür. Aşağıdan çay gedir, burada stollar, ondan sonra istirahət məkanı, insanların oturub
suyun səsində burada istirahət etməyi əvəz olunmaz bir varlıqdır. Bunu dəyərləndirmək və bu işlərdə nə qədər əmək sərf olunduğun adici olaraq düşünsəz bəs edər. Hər tərəf təhlükəsizlik baxımından şüşə və tablolardan ibarətdir ki, təhlükəsizdir və gözəl bir istirahət məkanı qurulub. Həm tarixi bir məkanın insanlara tanınması, həm də insanların burada istirahət etmələri üçün tam şərait yaradılıbdır. Bunun üçün əlbəttə hər birimiz belə bir şəxsə, belə bir sahibkara minnətdar olmalıyıq. Bu da yəqin ki, həmin şəxsin millətə bağlı, dövlətə bağlı, rəhbərinə bağlı bir şəxsiyyət olduğundan irəli gəlir. Yayda bu hissədə də yenə otururlar, istirahət edirlər, yenə çay demək olar ki, həmin yerlərdir və insanlar gəlib burada istirahət edirlər və dincəlirlər ailələri ilə birlikdə. Adici olaraq siz təsəvvürünüzə gətirin ki, bu çayın bir dəcəl bir çay olduğunu nəzərə alsaq, burada nə qədər beton işləri görülübdür və nə qədər buralarda insanların zəhməti var. Demək əvvəl bir beton, sonra isə əsas beton tökülüb ki, hətta çay o betonların altına belə girsə, bu biri tərəflərə girməyə, yəni gəlib çatmağa mümkünliyyəti yoxdur. Bu hissələri də mən çəkirəm, sizlərə göstərirəm, həddindən artıq. Artıq çay öz tam layına, ilk birinci qatına oturub ki, orada demək olar qayalıqdır və ondan o yana yer yoxdur. Yalnız və yalnız çay qalxanda bu hissələr gəlib 1 metrizad belə çata bilir. Böyük bir istirahət məkanıdır. Həm burada otel bərpa olunubdur, həm gözəl yüksək səviyyədə restoran bərpa olunubdur və insanların istirahəti üçün hər bir şərait yaradılıb. Əlbəttə, bu yerin məkanın demək olar ki, füsunkarlığı bu qayalardan, bu daşlardan və hündür, möhtəşəm bir görüntüdən ibarət olmağıdır ki, bu məkana demək olar ki, 1-ə 5 qat qiymət verir və bu yerin insanların sevilməsinə səbəb olur. Daxil oluruq bura, demək, mən aşağıdan giriş etdim. Bura otelin hovuza girişidir. Burada istirahət eləyənlər gəlir, dəhşət dərəcədə isti və böyük bir hovuzdan ibarətdir. Həm bu hovuzun çay ilə təmasda olmaz, təbiəti ilə təmasda olmağı daha da füsunkar edir buraları. İndi qalxıram mən demək olar otelin özünə yüksək səviyyədə Avropa stilində standartlara cavab verən bir gözəl bir oteldir. Daxil oluram. Bura demək olar ki, podval hissəsidir. Otaqlar demək olar ki, yüksək səviyyədə. Həddindən artıq təmiz, gözəl, təmiz şəraitli bir yerdir. İnsanlar burada gəlib istirahət edirlər və həm tarixi məkana baş çəkirlər, ziyarət edirlər. Həddindən artıq xarici ölkələrdən qonaqlar olur və yüksək səviyyədə qiymətləndirirlər. Bu hissə isə demək otelin foyesidir. Füsunkar mənzərə və təbiət ilə təmasda olması bir daha da bu məkanın insanların cəlb olunmasına kömək ola bilir.
Bir otağın nümunə üçün göstərirəm. Çox yüksək səviyyədə təmir olunmuş bir otaqdır. Yataq otaqları, sanuzeli və genişliyi, həm də təmizliyi, gözəl bir havası var. Həddindən artıq. Demək olar ki, 5 yıldızlı otellərdən geri qalmayan bir məkandır. Bura isə birinci mərtəbədir və buradan otaqlardan başqa buradan yeməkxanaya, yəni ikinci mərtəbəyə yeməkxanaya yol var və mən yeməkxananı sizə çəkib göstərmək istəyirəm. Bir də diqqətlə baxın. Bura isə yeməkxananın mətbəxidir. Böyük bir mətbəxdən ibarətdir. Həddindən artıq təmiz, tarix, Avropa standartlarına uyğun və təmizlik, gigiyenik məsələlərdə hər şey yerində. Çox böyük Azərbaycan milli xörəklərinin hazırlandığı və insanların ən çox istədikləri yeməklər burada bişirilir və müştərilərə təqdim edilir. Bura isə restoranın zalıdır. Böyük bir zaldan ibarətdir və təmiz, yüksək səviyyədə bərpa olunmuş və dizayna malik bir yerdir. Personallar isə həddindən artıq seçilmiş insanlardır ki, bunlar müştərilərə yüksək səviyyədə qulluq edirlər. Bura isə bir restoranın çöl hissəsidir. Ən əsas da buranın gözəlliyi yenə də yuxarıdan, yəni yüksəklikdən çayın mənzərəsi və təbiətin və təması buradan daha diqqət edici və görüntü nöqteyi nəzərindən insanların diqqətini cəlb edir. Mən də belə bir gözəl bir məkanın tanıdılması üçün nəsə edə bildimsə, xoş mənim halıma. Çalışın bu gözəl məkandan bəhrələnin. Düzdür, bu məkanın kifayət qədər müştəriləri olur. Ancaq mən istəyirəm ki, daha da dərindən, yaxından bu məkanı tanısınlar. Allah sizləri xoşbəxt eləsin. Allah bu böyük bir məkanın ərsəyə gəlməsində iştirak edən tikinti işçilərin və rəhbərliyin köməyi olsun ki, belə bir məkanı hazırlayıb insanların qulluğuna təhvil veriblər. Sağ olun. Esselamu Aleyküm və Rəhmətullah və Bərəkatuhu.